Sonra biz istefada olan polkovnik leytenant Romik Mixiteryanla görüşmək üçün Ermənistan paytaxtı Yerevana yollandıq. O da müharibədə iştirak edib və ermənilər tərəfdə döyüşmüş zabit həmkarlarının bir çoxunu tanıyır. Natiqi dindirən gənc zabitin şəklini ona da göstərmək qərarına gəldik. Ümid edirdik ki, Romik onun kimliyinə işıq salmaqda bizə yardım göstərəcək. Onun dedikləri bizi dəhşətə gətirdi. Bu ki Vitodur. Vitali Balasanyandır. Bu Vitali Balasanyandır. Bəli, Vitodur da. Deməli, yüksək dövlət mükafatları almış general Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. Bu dəhşətli görünsə də mümkün idi. 1992-ci ildə Balasanyan Əskeranın müdafiəsinə başçılıq edirdi. Həmin vaxt onun cəmi 33 yaşı olsa da, o əsirlərin dəyişdirilməsini təşkil edirdi. Onda bizə müsahibə verərkən dindirilmə səhnəsi ilə bağlı fotoşəkildə özünü tanımaq istəməməsi heç təəccüblü deyil. Bu natiqin yoxa çıxmasına görə məsuliyyət daşıyanların tapılması ilə bağlı axtarışlarımızda böyük irəliləyiş sayıla bilər.